Skvalen bu bitkidə Azərbaycanda 8%-dən artıqdır. Rusiyada 6%-dən. Yəni antistres xarakterdir. Skvalen barəsi, skvalen çox bir mücəb maddədir. Dünyada 2 dənə şey də var. Göy akolanın qaraciyarındadır 2%. Balinanın qaraciyarındadır. Bir də mumdadır. Azərbaycanda bax biz bu istehsal elədiyimiz yağda 8%-dir. 8% olmaq o deməkdir ki, bu amarantın ən belə ekskluziv bir şeyi o skvalendir. Skvalen onkologiyanı kömək edən bir xəstəlik. Şəkər xəstəliyini daha çox tərkibində yağın istifadə olunur. Bütün bunun yağını qaldıran bu skvalendir. Mədə bağırsaqda. Hər şeyi. Oftalmologiyada biz keçirdiyimiz sınaqlarda doktorlar problemlərin qabağında aciz qalan yoldaşları biz bunun yağından sağaltmışıq. Siz özünüz Allah şahidsiz bir yoldaş dedi ki 4,25 gözüm zəifliydi. Bəli, mən özüm şəxsən onu dinlədim. 4,5 dedi gözümün biri idi, o birisi gözümdə isə 3,5 deyəsən. Dedi artıq 1,5-a enib, yəni əməliyyat dahi çəkimlər boyun çəkmirdilər. Amma şükürlər olsun ki, deyir, çox gözəl görürəm. Şəxsən mənim öz gözümdə də yəni problemlər var da, yəni yaxından, uzaqdan görmədə biraz çətinlik çəkirəm. Bax görürsüz, açıq qədər baxıram. İstəyərdim toxunaq, yaddan çıxmasın. Bəli. Bu kosmetoloji tərəfi bizim qadınlar bilirsiniz ki, daha çox ən çox kosmetik vasitələrdən istifadə edəndə bəlkə də birinci yerdəyik. Bəli. Və bunların da bir çoxu kimyəvi, ultrakimyəvi maddələr, təhlükəli, şey bilinməyən planlardır. Amma siz qeyd edirsiniz ki, bu dəri məsələlərində, kosmetoloji məsələlərdə faydalı ola bilər. Hansı sahələrdə nə cür istifadə edə bilərlər? Bizim bir yoldaş var idi, opres olunmuşdu, qaraciyərində problem var idi. Bəli. Böyük dərəcədə onun xirurgik kəsmə yeri var idi. Çox, belə çox acınacaqlı vəziyyət idi. Biz o yoldaşa yaxın onu müraciət elədik, biz onu köməkli elədik. Bir ay yoldaş çəkdi, həmən o kəsik yeri, inanmarsınız mənə, anadan gəlmə oldu. Heç xirurgi kəsilişi də olmadı. İnanılmazdır. Üzə xanım, kişi fərqi yoxdur. Vuranda, üzdə qırışları... Söhbət tək gözəlləşməkdən getmir, dərinin sağlamlığından söhbət gedir. Üzün qırışlarını ləğv edir, üzün dərisini cavanlaşdırır. O da onun hamısı o skvalenin səbəbinədir. Dəri o qədər səviyyədə cavanlaşdırır ki, qıraqdan baxanda görürsən ki, bu insanda üz qırışı yoxdur. Yəni nə qədər də özəlliyi var. Bəli, çox böyük gözəlliyi var. Gözəl və lüboy bir kəsik olsun, lüboy bir xirurgi kəsik olsun, hansın ki mümkündür. Yalnız plastik operasiya, amma bu plastik operasiya əməliyyatları da ləğv edir və köməkli edir, həmən o xirurgi kəsiklər yox edir.